3 dənə diplomum var, heç nə əldə eləməmişəm. Diplom qalıb bir kənarda, ona baxan yoxdur. Adamın gərək adamı ola, arxasında dəstəkləyən adamı ola. Birincisi dostlar, 3 dənə diplom almaq, belə deyim də sənə, sənin qərarsızlığındır. Sən bir dənə diplom almalıydın və o diplom üzrə də işləməliydin. Hansı ki sən doğru seçim etməliydin ki, mən filankəs olmaq istəyirəm və sən durub burada 3 dənə diplomla iş tapa bilmirəm deməyin artıq sənin problemindir. Həqiqətən də dostum, bu belədir. Reallığı qəbul etsən də, etməsən də bu belədir, belə işləyir. Universitetə əks gedirəmmi? Xeyr, dostlar, oxumaq lazımdır, elm almaq lazımdır, elmə sahib olmaq lazımdır, bizə oxuyan kadrlar lazımdır. Sadəcə yenə də deyirəm dostlar, siz oxuyanda normal peşə seçin. Hansı ki o peşə ilə siz davamlı irəli gedəcəksiniz. Yəni gələcəkdə siz o peşə üzrə işləyəcəksiniz. Universitet diplomu olsun deyə yalandan oxumaqla uşaqlar sizdən heç nə olmayacaq. Sən heç nə əldə eləməyəcəksən. 3 dənə diplomum var. Magistr oxumuşam, onu eləmişəm, bunu eləmişəm. Dostlar, gəl biraz real olaq. Bunun pul qazanmaqla heç bir aidiyyatı yoxdur. Bu birinci məsələ. İkincisi, sosial şəbəkələrə çox baxıb illüziyalara qapanmayın. Yəni sizə yaşamaq üçün çox da pul lazım deyil. Bu bir illüziyadır, bu bir yalandır. Sizə normal yaşamaq üçün normal bir vəzifəyə sahib ola, həmin vəzifə üzrə irəli gedə bilərsiniz. Doğrunu danışaq da, bizə fəhlə də lazımdır, bizə santexnik də lazımdır, bizə işçi də lazımdır, bizə af lazımdır, barmen də lazımdır. Bunların hamısı lazımdır. Sadəcə öz vaxtında uşaqlar, xahiş edirəm, məni düzgün başa düşün. İllüziyalara qapanmayın, özünüzü aldatmayın, normal bir iş seçin, sənət öyrənin və irəli gedin. Hansı ki ətrafa xeyir verəcəksiniz və xeyir verməkdən də əlavə bir qırağa dostlar siz yaşaya biləcəksiniz bu dünyada. Çünki dünya hər gün sürətlə inkişaf edir, hər gün yeni şeylər çıxır. O qədər tez inkişaf edir və sürətlə inkişaf edir ki, bu dünya həqiqətən də insan çatdıra bilmir. Hər kəsə bu həyatda bolluca uğur, nailiyyət və bolluca qazanc arzu edirəm.